Salam əziz şagirdlər, bugün isə biz üçbucaqlar quizinin izahına baxacağıq. Bir nömrəli sualda tərəflərindən biri 7, digəri 5 olan üçbucağın perimetri hansı ola bilməz? Deməli, biz bu sualı işləyəcəyik. Üçbucaq bərabərsizliyinin qaydası ilə 5 və 7-dirsə, üçüncü tərəf onların fərqindən böyük, cəmindən isə kiçikdir, 2 və 12 aralığındadır. Bizdən perimetri soruşurdu. Perimetr bütün tərəflərin cəmidir. 5 ilə 7-nin cəmi 12-dir. Deməli, 12-ni bunun hər tərəfinə əlavə eləməliyəm. Çünki perimetrdən söhbət gedir. 12 üstəgəl 2, 14. 12 üstəgəl 12 də 24. Deməli, bizim perimetrimiz 14 və 24 aralığında ola bilər. Ola bilər soruşursa, ola bilər soruşursa bizdən olacaqdır. Cavab 18. 14 və 24 aralığındadır. 2 nömrəli sualda şəkilə uyğun olaraq x-i soruşur. Deməli, uşaqlar 130 ilə 120-nin cəmi eləyəcək 250. 250-dirsə, digər xarici bucağa düşəcək 110 dərəcə. Bu 110-dursa, o da onun qonşusudur 70. Oturacağı 5, o yan tərəfi 20 olan bərabər yanlı üçbucaqda. Oturacağı bitişik bucağın tənbölənini tapın. Deməli, buradan bir tənbölən çəkirik və onun tənbölənini tapırıq. Tənbölənin xassəsinə görə ilk əvvəl bura x yazaq, bura 20 çıx x yazaq ki, düsturda yerinə qoya bilək. Biz yaza bilərik 20-nin 5-ə, 20 çıxılsın, x-in isə x-a. Bu ilə bu ixtisar olundu. 4x bərabərdir 20 çıx x-a, 5x bərabərdir 20-yə, x da bərabərdir 4. O zaman bura 4-dür, burada 16. Tənbölənin düsturu isə belədir. Kök altında a vur b çıxılsın m vur n. Kök altında 5 vur 20 çıxılsın 4 vur 16. 100-dən də 64 çıxanda eləyəcək 36. 36-dan da çıxır 6. O 4 nömrəli sual sinuslar teoreminə aiddir. 45-dirsə 75-dirsə onların cəmi eləyəcək 120 və buna da düşəcək 60 dərəcə. AC tərəfini istəyir. Sinuslar teoreminə görə istənilən tərəf öz qarşısında duran tərəfin bucağın sinusuna olan nisbətlərini bir-birinə bərabər götürürük. O zaman x-in də sinus 60 olan nisbəti bərabərdir. Sinus 45 kök 2 bölü 2-dir. 12 bölünsün kök 2 bölü 2 bərabərdir. Sinus 60-da da kök 3 bölü 2 alır. Bu da qalxdı yuxarıya. 2-ləri ixtisar elədik. Deməli, kök altında 2x bərabərdir 12 kök 3-ə. Onda x-i tapanda 12 kök 3 bölünsün kök 2. İrasionallıqdan azı deyəndə olacaqdır 6 kökdə 6. Kök 2-ləri kök 2-yə vuranda 2, yuxarıda da həmçinin eyni formada onları ixtisar elədi. Kök 3, kök 2 qaldı daha doğrusu burada. Bu da eləyəcək 6 kökdə 2. Deməli, bu 5 nömrəli sual kosinuslar teoreminə aiddir. İlk əvvəl kosinuslar teoreminə görə biz tapacağıq A bucağının kosinusunu. 2-nin kvadratı üstə gəlinsin, 3-ün kvadratı çıx AB kosinus alfa. 2AB kosinus alfa. 16 bərabərdir. 4 üstə gəlinsin, 9 çıxılsın, 2 vurulsun, 2 vur, 3 vur kosinus alfa. Deməli, 13-ü bu tərəfə keçirəcəyik. Mənfi 12 kosinus alfa bərabərdir. 13 də bu yana keçəndə 3. Kosinus alfa da bərabərdir. 3 böl mənfi 12 o da eləyir mənfi 4də 1. Gedirik indi ümumi üçbucaq üçün kosinuslar teoremini tətbiq eləməyə. X-in kvadratı bərabərdir. 6-ın kvadratı üstə gəlinsin. 5-in kvadratı çıxılsın. 2 vur, 6 vur, 5. Kosinusda mənfi 4də 1-dir. Elə birbaşa yazmayaq, bərabərdir. 6-nın kvadratı olacaqdır 36, 5-in kvadratı olacaq 25 çıxılsın. 2 vurulsun, 6, 12, 12 vur 5 vurulsun. Kosinus alfada mənfi 4də 1-dir. Gətirdi, yazdıq. Mənfi 4-dən getdi 12, 3. 3 vurulsun 5. Bu da mənfi, bu da mənfi olacaqdır. Müsbətə çevrilir. 25-in üstünə 15 gəldiyimiz zaman eləyəcək 40. 40-ın üstünə də 36 gələndə eləyəcək 76. Və 76-nı da 4-ə bölsək uşaqlar eləyəcəkdir 19 vurulsun 4. O da eləyir 2 kökdə 19. Y-bəndi. Gəlirik digər suala. Düz bucaqlı üçbucağın bucaqlarından biri 60 dərəcədir. Hipotenuzdan kiçik katet
60'dırsa burada avtomatik 30 düşecek. Bura olacaktı 2x, bura olacaktı x, bura olacaktı x kökte 3. Hipotenuzda kiçik katet. Kiçik katet hansıdır? Budur. Kiçik katetin cəmi 18'dir. 2x üstə gəlinsin. X bərabərdir 18'e. 3x bərabərdir 18'e. X də bərabərdir 6'ya. Böyük katet olacaktır 6 kökte 3. Kiçik katet 6, hipotenuzda 12. Deməli bu üçbucaqda AB BC bərabərsə bərabər yanlıdır. BK 5'dir, AK 8'dir, KC 2'dir. Bura 2'dir, burada 8'dir. Bərabər yanlı üçbucaqda təpədən çəkilən hündürlük median tənbölən bir-birinə bərabər olduğuna görə onu bu formada yazırıq. Deməli o zaman biz əvvəlcə buradan nə edəcəyik? Həm də bərabər yanlı üçbucaqda təpədən çəkilən median hündürlük tənbölən bərabər olduğuna görə yarı-yarı böləcək. Burada düşecek 4. O zaman buradan burada düşecek 4. Daha doğrusu 5 eləməlidirsə. O da olacaqdır. Uşaqlar gəlmdən baxaq. 5 bölməlidir. O zaman 5 bölməlidirsə, bura 2 idisə, bura 3, burada düşəcək 5. Və bizdən soruşur AB tərəfini. BK'mız da 5'e bərabərdir. Eğer BK 5'dirsə, onda bura 5'dirsə, 5'in kvadratına 3'ün kvadratını çıxırıq eləyərinə 16, 16'dan da nə çıxır? 4. 4'ün kvadratı üstə gəlinsin. 5'in kvadratı 25 üstə gəlir 16 da eləyir 41. Kök altında 41'e bərabərdir. Deməli AB tərəfimiz. Bu çəkilənlər medianlarda kəsişir və kəsişmə nöqtəsində 2'nin 1 nisbətində bölünür. AY 16'dırsa o zaman olacaqdır birinə x, digərinə 2x. 2x ilə x'in cəmi 3x. 3x 16'dırsa x də 16 bölünsün 3. Eyni zamanda bura 2k, burada bir k qoyaq. 3k bərabərdir 5'dirsə k da 5 bölünsün 3. AB 12'dir. İki orta nöqtəni birləşdirən düz xəttə orta xətt dediyimizə görə burada 6'dır. Bizdən balaca perimetri istəyir. O zaman 6 üstə gəl. K'mız nədir? 3'də 5. X'imiz nədir? 3'də 16'dır. Toplasaq 3'də 21, 7. 7 üstə gəl 6'da eləyəcək 13. B bəndi. 9 nömrəli sualda isə x hansı tam qiymətində beta kör bucaqdır. Kör bucağın qaydasına görə 4 kiçik olmalıdır. Nədən? 2, 3 üstə gəl x-dan böyük olmalıdır. Nədən? 3'ün kvadratı üstə gəl x-in kvadratından. Aparıb yerinə qoysaq uşaqlar, deməli x-a. Biz burada 4'ə görə götürdük də digər ikisinin cəmindən kiçik kvadratlarının fərqindənsə böyük olmalıdır. Burada aparıb variantları yerinə qoysaq 2'dən böyük heç bir qiymət ödəməyəcək. Ona görə də ödəyə bilən yeganə qiymət 2'dir. 2 ödəyəcək. Gəldik 10 nömrəli suala. AB AC-yə bərabərdir. O zaman bu üçbucaq bərabər yanlı üçbucaqdır. AY də YC-yə bərabərdir. AYB. Bura 100'dür. Bura 100'dür. Sonda bu nədir? 80'dir. O zaman bizdən nə istəmişdi? AY YC-yə bərabərdirsə, bərabər yanlıdır bu da. 80'dırsa təpə bucağı. O zaman 50-50 düşəcək bura. Eyni zamanda AB ilə də AC bərabərdir. AB ilə də AC bir-birinə bərabərdirsə uşaqlar, bura 50'dirsə, onda burada 50 düşəcək. 50 ilə 50'nin cəmi 100. Burada düşsün 50 dərəcə. Bizdən soruşurdu BAY-nin. Deməli uşaqlar, biz bura 50 yazmışıq, onu 30 kimi oxumuşuq. Çünki AY YC-yə bərabərdirsə, AY YC-yə bərabərdirsə, onda bura 50, burada 50 düşür. Bura 50-dirsə, onda burada 30 düşəcək. Bayaq biz bunu 50 yazıb 30 kimi oxumuşduq. Onun üçün. Sonra gəldik digər sualımıza. 11 nömrəli sualda isə bizə nə deyib? BDS 114 dərəcədir. Onda qonşu içəri tərəfdən neçə dərəcə olacaqdır? 66. Bura x-dır, bu da x-dır. Bərabər yanlı olduğuna görə y-dır, bu da y-dır. Biz bilirik ki, xarici bucaq özünə qonşu olmayan iki daxilinin cəmidir. Onda x 2y-dır. Aparıb yerinə qoysaq uşaqlar orada. X-in yerinə 2y üstə gəlinsin. Y üstə gəlinsin 66 bərabərdir 180 dərəcəyə. 3y bərabərdir 180'dan 66 çıxanda
eləyəcək 114. Y da bərabərdir 38-ə. Y 38-dirsə ABD bucağını istəyir. O da x-i verir. X-imiz də bizim 2y-ə bərabər olduğuna görə 2 vur 114 o da eləyəcək 2 vur 38 daha doğrusu o da eləyəcək 76 dərəcə. O nöqtəsi ABC üçbucağının daxilinə çəkilmiş çevrənin mərkəzidirsə tənbölənlərinin kəsişmə nöqtəsidir. Tənbölənlər çəkirəm. Alfa, alfa, beta, beta. O zaman burada deməli uşaqlar iki paralel düz xətt var. Yəni bu hansı ki bu MN paraleldir BC-yə. BO onu kəsir. Kəsirsə o zaman daxili çarpaz bucaqlar əmələ gələcək burada. Bura alfadırsa burada alfadır və bərabər yanlı olur. Bura 10'dursa burada 10'dur. Eyni zamanda bu tərəfdən də eyni hal keçərlidir. Betadırsa burada nə düşəcək? Beta düşəcəkdir. Və bura 8'dirsə bu da 8'dir. Bizdən MN istəyirdi. O da 18. Bərabər tərəfli üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu A kök 3 bölünsün 3'dürsə, daxilə çəkilmiş çevrənin radiusu A kök 3 bölünsün 6'dır. 6'da 2 A kökdə 3 üstə gəlinsin A kökdə 3 və 3 A kökdə 3 bölünsün 6 bərabərdir 6 kök 3'ə. Kök 3'lər ixtisar olundu. 3 ilə 6 getdi 2 A bərabərdir 2 vur 6 12'yə. Sonra 14 nömrəli sualda deməli uşaqlar 140'dırsa içərisi olacaq 40. X topla 30 bərabərdir Y topla 40'a. O da eləyəcək X çıxılsın. Y 40'dan da 30'u çıxanda 10 dərəcə. C bəndi. 15 nömrəli sualda isə bizə deyir ki ABC 1-2-2 nisbətində bölünüb. O zaman K, 2K və 2K bunların cəminin 180 olduğunu qeyd eləsək 5K bərabərdir 180'a, K bərabərdir 36'ya. Deməli 36'dırsa A bucağımız 36'dır. Digərləri isə 72-72'dir. Tənböləndirsə onda bu da 36, bu da 36 olacaq və bərabər yanlı üçbucaq görünür. Bərabər yanlı üçbucağın da təpə bucağı olacaq 36 ilə 36 72 108 dərəcə. O zaman biz burada iki bərabər yanlı üçbucaq alırıq. Çünki 108'in də qonşusu 72'dir. Bu ilə də bu bərabər yanlıdır. Bu ilə də bu bərabər yanlıdır. O zaman onların cəmi 16'dırsa hər birinə düşəcək 8 və BC də olacaqdır 8 santim. 16 nömrəli sualda bizə deyir ki AB 3'dür, AC 5'dir və alfa betadan necədir? Kiçikdir. X-in ala biləcəyi qiymətləri istəyir cəmini. Deməli biz bilirik ki X digər iki tərəfin fərqindən böyük, cəmindən kiçikdir. Eyni zamanda alfa betadan kiçikdirsə o zaman 5'dən kiçik qiymətlər olmalıdır. 8'dən yox. Və o da eləyəcək 3 ilə 4. Onların cəmi də eləyəcək 7. Bizə verilib burada perpendikulyarlar. Gəlin belə bir şey eləyək uşaqlar. BAD bucağı 60 dərəcədirsə, gəlin biz bunu düz bucaqlı üçbucağa tamamlayaq. O zaman bura 60'dırsa, onda burada 30'dur. 30 dərəcəlik bucağın qarşısında duran katet hipotenuzun yarısıdır. Onda bura düşür 4. Bunu tapdıq. Daha sonra isə 30'dur bu, 30. 30 dərəcəlik bucağın qarşısında duran katetdə AD kateti deyək də bilmirik nəyə bərabərdir. Daha sonra isə bizə nə veribdir burada? Deməli 30 dərəcəlik bucağın qarşısında duran, baxın bu katet 60'ın qarşısında duran katet 15 santimdirsə 30 dərəcəlik bucağın qarşısında duran katet 5 kökdə 3'dür. O zaman 5 kökdə 3 burada, 11'də burada. AC-ni tapaq. 11'in kvadratı üstə gəlinsin. 5 kök 3'ün kvadratına. 121 topla 25 vur 3 də 75 eləyir. 196'ya bərabərdir. 196 da nəyin kvadratıdır uşaqlar? X-in kvadratı 196'dırsa X da 14'ün. Bu üçbucaq bərabər tərəflidirsə bütün bucaqlar 60 dərəcədir və bütün tərəflər bir-birinə bərabər deyil. Bura x-dırsa, bu da x-dır özü qeyd edibdir. Və yaxud da ki, bura 5 toplu x yazmaq olardı. Bizdən x-in neçə santimetr olduğunu soruşur. Bura 60 dərəcəni yazaq.
X-in kvadratı bərabərdir 3-ün kvadratı üstə gəl 8-in kvadratı çıx. 2 vur 3 vur 8 vur kosinus 60. 3'ün kvadratı 9, 8'in kvadratı ise 64 çıxılsın. 2 vur 3, 6, 6 vur 8, 48. 2'də 1'ə də vuranda 24. 64'dən 24 çıxanda 40, üstüne 9 gələndə 49. Deməli bizim bu tərəfimiz oldu 7, bu 7 olacaqdı. 3 toplu 7, 10. 10'dusa burada düşəcəkdi 2. Daha sonra isə düz bucaqlı üç bucağın katetləri verilibdi. 6 və 8. Deməli 6 və 8 o zaman bizdən düz bucaqlı üç bucağın hündürlüyünü istəyir, ən kiçik hündürlüyünü. O da olacaqdı katetlər hipotenuza vurmaqla. 6 vur 8 bölünsün 10. 4,8'e bərabərdir. Uyğunluğu müəyyən edin. Tən böləndirsə, tən bölənin xassəsini tətbiq edirik. 10 bölünsün 6, 15 bölünsün x-dir. 5'e böləndə 2, 5'e böləndə 3. Bu ilə də bu getdi. X də bərabərdir 6'ya. Tən bölən olduğu zaman DC 6'dır. Uyğun gələn variantı yoxdur. BC-ni DC-yə böləndə. Bir dənə də dəqiq baxaq. Doğru olsun. Onun 6'ya 15'in x-a olan nisbətləri bir-birinə necədir? Bərabərdir. BC-ni DC-yə böləndə 5'in 2 eləyir. Bir uyğun variant budur. 15'i 6'ya böləndə ixtisar eləsək hər ikisini 3'ə, 5 bölü 2 eləyəcək. 1'ə uyğun gəldi D. Əgər hündürlük olsa bura 8 düşür və 8-dirsə 15-dirsə buranı tapmaq üçün də eləyəcəyik. 225 çıxılsın 64. O da eləyəcək 161. Y bəncə də uyğun gəldi bura. AC 10'dur. Yox, elə bir şey yoxdur. DC 13'dür və 9'dur. Yox. Əgər median olsa, o zaman bura 6'dırsa, bu da 6'dır. O zaman AC'miz 10'dur. DC'miz 9 yox, 13 yox. Uyğun gəlmir. Median neyinir? Çəkildiyi tərəfi yarıya bölür. O zaman ora 6'dırsa burada 6 olmalıydı. Bizim deməli bu D variantımız bura uyğun gəldi. Tən bölənin xassəsinə görə 10 bölünsün 6, 15 bölünsün x-dir. X 9 santim olur. Burada hesablamada səhvə yol vermişik. Onu 5'ə böləndə 2, 15'i 5'ə böləndə 3 eləyəcək. 2'lər ixtisar 6'nı 3'ə bölüb, bu ilə bunu ixtisar eləmişik. Biz burada ona görə uyğun gələcək. Burada B bəndi. D, Y və B bəndi uyğun gələcək. Median olanda, daha doğrusu yox, bir dəqiqə. Median olanda uyğun gələcək bura 6 santim. Yəni 6 santimdirsə ona uyğun olan D'dir. Əgər tən böləndirsə uyğun gələcək B bəndi.